Salam əziz şagirdlər, mən MHM Tədris Mərkəzinin riyaziyyat müəllimi Sevil Məmmədova. Deməli əziz şagirdlər, bu gün sizlərlə maraqlı 5 sualın izahına baxacağıq. Baxaq birinci sualımızdan. Bərabər yanlı trapesiyada AC diaqonalı bucağın tən böləni AB 6 cm, AD 10 cm olarsa, ABCD trapesiyasının perimetrini istəyir bizdən. Gəlin trapesiyanı çəkək və qeyd edeyim ki, bunun bərabər yanlı olduğunu vurğulayıb bizə şərtdə. A, B, C, D trapesiyasıdır. AC diaqonalıdır. Tən böləndir AC diaqonalı. Demək, bura alfadırsa, burada alfadır. Biz bilirik ki, ABCD poliqramında, ümumiyyətlə, daha doğrusu trapesiyasında, trapesiyanın oturacaqları bir-birinə paraleldir. O zaman iki paralel düz xəttin kəsənlə əmələ gətirdiyi daxili çarpaz bucaqlar bir-birinə bərabərdir qaydasından istifadə edərək, bura alfadırsa, o zaman çarpazlığa görə burada alfa olur. Və biz burada A, B, C bərabər yanlı üç bucağını alırıq. Hansı ki, bu AB, BC-yə bərabərdir. Və mənə AB-ni 6 veribsə, deməli, BC-də 6 olduğunu tapdıq. Və qeyd edim ki, şərtdə demişdik, bərabər yanlı trapesiyadır. O zaman AB ilə CD bir-birinə bərabər olduğu üçün burada 6-dır. Eyni zamanda mənə oturacağın digərini, yəni AD-ni 10 vermişdi. O zaman AD 10 olacaq. Və ABCD trapesiyasının perimetrini istəyir. Bu zaman bütün tərəfləri toplayıram. Bu da olur 28. Doğru cavab A variantı olacaq. Baxaq növbəti sualımıza. Bizə tənliklər sistemi veribdir. Bu tənliklər sistemindən Y-ı axtarmağımızı istəyir. Baxaq necə həll edirik. Deməli, X bölünsün Y bərabər 0,2. X çıx Y bərabər -14. X bölünsün Y bərabər 0,2 saf dövranlıq kəsirdir. Saf dövranlıq kəsiri adi kəsirə çevirmək üçün mötərizənin içərisindəki rəqəmlərin sayı qədər məxrəcə 9. Mötərizənin içərisindəki rəqəmi isə, ədədi isə sürətə yazırıq. Olur nə? 9-da 2. X çıxılsın Y bərabər -14. O zaman X-a düşür 2K. Y-a düşür 9K. Gətirib burada yerinə yazaq. X bizdə 2K-dır, Y isə 9K-dır. Bərabər -14-ə. -7K bərabər -14-ə. K da bərabər -14-ü -7-yə böldüyümüz zaman müsbət 2-yə. Və məndən Y istədiyinə görə K-nın yerinə 2 qoysaq, 9 vurulsun 2, 18-ə bərabər olar. Deməli, doğru cavab 18 olacaq. Baxaq, növbəti sualımız. Bizə kvadrat tənlik verilib. Kvadrat tənliyin kökləri x1, x2 olduğu vurğulanıb və kök altında x1 üstəgəl kök altında x2 4 olarsa eni-dir tapın. X kvadratı çıxılsın 6x üstəgəlsin n bərabər 0-a. Viet teoreminə görə kökləri cəmi ortadakının əksinə, yəni 6-ya, köklər hasili isə ən kənardakının öz işarəsi, yəni n-ə bərabərdir. Deməli, kök altında x1 plus kök altında x2 bərabər 4. Mən burada müxtəsər vurma düsturundan istifadə edə bilərəm. Hansı ki, x1-i kök altında x1-in kvadratı, x2-ni isə kök altında x2-nin kvadratı kimi yazma imkanımız var. Və bizim düstur yadımıza düşür. Hansı ki, a kvadrat üstəgəl b kvadratını cəmlə ifadə etdiyimiz zaman necə yazırdıq? A üstəgəl b-nin kvadratı çıx 2ab. O zaman mən bunu kök altında x1 üstəgəlsin kök altında x2-nin kvadratı çıxılsın 2 kök altında x1, x2 bərabər 6 kimi yazırıq. Kök altında x1 üstəgəl kök altında x2-ni mənə şərtdə verib 4. 4-ün kvadratı çıxılsın. 2 vurulsun kök altında x1, x2 n-dir bərabər 6-ya. 16 çıxılsın 2 kök altında n bərabər 6-ya. 2 kök altında n bərabər 16-dan 6-nı çıxıram 10. Kök altında n bərabər 10-u 2-yə bölürəm 5. Hər tərəfi kvadrata yüksəlsək n bərabər 25-ə bərabər olacaq. Deməli, doğru cavab 25-dir. Baxaq növbəti sualımıza. Kök altında 6 bölünsün kök altında 3 üstəgəlsin 2 kəsirinin məxrəcini irrasionallıqdan azad edin. Biz bilirik ki, kəsirin məxrəcini irrasionallıqdan azad etmək istəyiriksə, onun qoşmasına vurmalıyıq. Deməli, kök altında 6. Mən bunu kök altında 3 üstəgəlsin 2-ni 2 üstəgəl kök altında 3 kimi yaza bilərəm. Çünki toplanılan yerini dəyişəndə cəm dəyişmir. Deməli, məxrəci irrasionallıqdan azad etmək üçün məxrəci və sürəti onun qoşmasına vururuq.
Yəni 2 üstəgəl kök altda 3-ün qoşması 2 çıxılsın kök altda 3 olaraq qeyd edirik. O zaman burada da 2 çıxılsın kök altda 3. Yəni kəsirin əsas xassəsi nə idi? Bəs kəsirin sürət və məxrəcini eyni ədədə vursaq ya da bölsək, kəsirin qiyməti dəyişməz. Burada kvadratlar fərqli üsturu görürəm. A çıx B, A üstəgəl B. Bu da A kvadrat çıx B kvadratdır. Yəni 2-nin kvadratı çıxılsın kök altda 3-ün kvadratı. Burada isə kök altda 6-nı 2-yə vururam, olur 2 kök altında 6. Kök altda 6-nı 3-ə vururam, olur kök altında 18. Bərabər. 2-nin kvadratı 4. Kök altda 3-ün kvadratı kvadrat kökü aparır deyə 3 qalır. 2 kök altında 6. Mən 18-i yaza bilərəm kök altında 2 vurulsun 9. Düzdür? Bərabərdir. 2 kök altında 6. 9-dan 3 çıxır kökdən. Amma 2 qalır yerində. 4-dən də 3 çıxdıqda 1 olur. Da məxrəcə 1 yazma ehtiyacımız yoxdur. O zaman cavabımız A variantı olaraq qeyd edirik. Baxaq 16-cı suala. Bizə deyir ki, yəni növbəti sualımız 5-ci suala daha doğrusu. 2 zər eyni anda atılır. Üst-üzə düşən xallar cəminin 4-ə bölünməsi hadisəsinin ehtimalını tapın. Ehtimal dedikdə mümkün hallar sayı və əlverişli hallar sayı yadımıza düşür. 2 zər eyni anda atıldıqda, bir zərin 600 olduğu üçün 2 zər eyni anda atıldıqda 6-nın kvadratı mümkün hallar sayı 36 olur. Gəlin indi əlverişli halların sayını axtaraq. 2 zərin xallarını yazıram. 1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4, 5, 6. Baxaq görək hansı xalları toplasaq o cəm 4-ə bölünəcək. Baxıram. 1 ilə 1-i toplayıram 2. 2 4-ə tam bölünmür. 1 ilə 2-ni toplayıram 3. 1 ilə 4-ü toplayıram. Daha doğrusu 1 ilə 3-ü toplayıram 4. 4 4-ə bölünür. Bu alındı. Sonra 1 ilə 4-ü toplayıram 5. 5 4-ə bölünmür. 1 ilə 5-i toplayıram 6. 6 4-ə bölünmür. 1 ilə 6-nı toplayıram 7. 7 də 4-ə bölünmür tam. 1 ilə işimiz bitdi, keçək 2-yə. 2 ilə 1-i toplayıram bölünmür. 2 ilə 2-ni toplayıram bölünür. 2 ilə 3 toplayıram bölünmür. 2 ilə 4-ü toplayıram bölünmür. 2 ilə 5-i toplayıram bölünmür. Amma 2 ilə 6-nı topladığımız zaman 4-ə bölünür. Sonra keçək növbətiyə. 3 ilə başlayaq. 3 ilə 1-i topladığımız zaman bölünür. 3 ilə 2-ni toplananda bölünmür. 3 ilə 3 bölünmür. 3 ilə 4 bölünmür. 3 ilə 5 8 eləyir. 8 4-ə bölünür. 3 ilə 6 isə 9 elədiyi üçün cəmi 4-ə tam bölünmür. 4-ə keçək. 4 ilə 1 bölünmür cəmi. 4 ilə 2-nin cəmi bölünmür. 4 ilə 3-ün cəmi bölünmür. Amma 4 ilə 4-ün cəmi bölünür. Çünki 8 eləyir. 8 də 4-ə tam bölünür. 4 ilə 5-in cəmi bölünmür. 4-ün 6-ın da cəmi bölünmür. 5-ə keçək. 5 ilə 1-in cəmi bölünmür. 5 ilə 2-nin cəmi bölünmür. Amma 5 ilə 3-ün cəmi bölünür. 5 ilə 4-ün cəmi bölünmür. 5 ilə 5-in cəmi bölünmür. 5 ilə 6-ın da cəmi bölünmür. 6-ya keçək. 6 ilə 1-in cəmi bölünmür. 6 ilə 2-nin cəmi 8 eləyir. 8 4-ə tam bölünür. 6 ilə 3 6 ilə 4 10 eləyir, bölünmür. 6 ilə 5 11 eləyir, amma 6 ilə 6 12 elədiyi üçün 4-ə tam bölünür. Görək neçə əlverişli hal sayı var. 1 2 3 4 5 6 7 8 9. 9 dənə də burdadır. Ehtimalı tapdığımız zaman mümkün hallar sayı məxrəcdə, yəni 36, surətdə isə 9 əlverişli hal sayı. İxtisar elədiyim zaman 4-də 1, bunu da onluq kəsirə çevirdiyim zaman 0,25. Deməli, doğru cavab 4-də 1 və ya 0,25 olaraq qeyd olunur. Deməli, müxtəlif sualların izahını verdim. Növbəti sual izahlarında görüşənə qədər.